qeyd edeyim ki, videonu bəyənib, kanala abunə olub, rəy yazan və rəyə ən çox bəyəni yığan bir izləyicimizi növbəti bir məkana aparacağıq. Onunla da belə bir gözəl video çəkəcəyik. Qaçırtmayın, məncə də qaçırtmayın. Hər kəsə salam, mən Hüseyn Salmanov. Çoxdandır gözlədiyimiz video artıq gəlib çatdı. İzləyicimiz ilə limitsiz yemək videosu hal-hazırda sizin qarşınızdayıq. Ən çox bəyəni yığan Eltun qardaşımız bizim yanımızdadır. Eltun, zəhmət olmasa gəl. Bu arada rəyini oxuyum. Dostlar, kommentlərə baxırsınız, qalib bəlli edəcəksiniz. Mən uşaqlıqdan bu tip videolar, türklərə əsasən baxırdım. Hüseyn qardaşın Azərbaycandakı videoları görüb daha da sevindim. İstəyirəm ki, bu videonun qalibi mən olum. Dəstək olanlara və Hüseyn qardaşa minnətdaram. Və gördüyü kimi qalib olmusan. Ümumiyyətlə maraqlıdır. İnanırdın, gözləyirdin, gözləmirdin. Əslində gözləmirdim sözündüzü, yəni fikirləşmirdim. Kommentdə yazmışdım, yəni heç kəsə deməmişdim ki, like atarsınız ki. Təsadüfən oldu. Siz yazanda gözləmirdim heç. Ona görə rəyləri yazmaq lazımdır, rəylərinizi əsirgəməyin. Hal-hazırda Oslo restoran pubdayıq. Deyəsiz ancaq publara gedirik, amma neyin deyəm, məkan həqiqətən çox gözəl məkandır. Gedək bir məkan interyeri ilə tanış olaq. Daha sonra sifarişlərimizi verək. Məncə maraqlı olacaq. Bu arada Eltun'la biz bir kamera arxasında söhbət eləmişik. Özü çox maraqlı insana oxşuyur. Məncə sizin də marağınızı çəkəcək. İzləmədə qalın, getdik. Deməli, biz gəldik, əyləşdik. İndi biraz yeməklərimiz sifariş verir, sözün açıq məndə azam. Top verərsiniz, sonra edamame, gürcü bastırması yumuşaq olandan. Toyuq popcornu var. Sparja, kartof fri nəqlisinə verərsiniz. Bir də içməyə sizin special, özünüzə məxsus olan Oslo pirəniz var. Ondan istəyirsən. Sadə Oslo. Bir dənə hələ ki ondan verin, bir dənə də Efesero verin. Deməli, bir dənə də sifariş verdik. Menüdə adı Minba balığıdır. Az öncə administratorla danışırdı. Amma balığın adı Ağsol, Qarasoldur. Deməli, sifarişlərimiz gəldi, marinə olunmuş zalondur. Oslo restoranına aiddir. Ondan sonra burada kilkədir. Yenə də bu marinə olunmuş kilkədir. Sırf Oslo aid bir məhsuldur yeməkdə dediklərinə görə və ondan sonra burada marinə olunmuş göbələkdir və burada da belə bir göbələyimiz var. Bu da pendirli göbələkdir. Dadına baxaq görək necədir, maraqlıdır. Balıq kotletidir. Kartuşka ilə təqdim olunur. Yanında da belə bir sos var. Mən kotlet sevənəm, balıq kotleti yeməmişəm. Çox maraqlı görüm necə olacaq. Dadına baxıb sizlərə də bildirəcəyik. Deməli, Cənub zonasının yeməklərindən olan, mətbəxinə aid olan Ağsol, Qarasol balığıdır. Çox maraqlıdır. Bir dənə qeyd edim ki, Oslo'da verilir. O da məkanın rəhbəri Cənub zonasının olduğu üçün xüsusi bu məkan üçün gətirir. Dadı maraqlıdır, görüm necə olacaq. Burada da belə bir midyemiz var, qara midyedir. Mən gözəl görüntü olaraq çox qəşəng görsənmir həqiqətən. Yaşıllıqlar olsun, üzərinə vurulan ədviyyatlar, üçüncüklər olsun, limon falan çox gözəl görsənir. Bu da yəqin bizim pivnoy salatımızdır. Üzərində suxaridir, altında amma nə olduğunu bilmirəm, dadına baxacağım. Bu da gözəl görsənir. Ümumiyyətlə, zakuskalara fikir versən, tavarnıydı olaraq mükəmməl. Qəşəng görünüş baxımından çox qəşəngdir. Həqiqətən, povurun əl qabiliyyəti çox qəşəngdir. Deməli, yeməklərimiz gəldi. Birinci başlayaq, hansından başlayaq? Pendirli göbələkdən. Gəl qardaş, gəl. Götürək birinci başlayaq pendirli göbələyimizdən. Dadına baxaq görək dadı necədir. Göbələk sevərsən? Göbələk xoş duram. Ətlə bir yerdə olanda. Üstünə pendir vurublar. Məncə idealdır, qəşəng dadı var. Pendirim yaxşıdır, amma göbələk çox duzludur. Biraz çoxdur. Amma ümumilikdə yaxşıdır, pendiri də yaxşıdır. Üzərində vurulan ədviyyat da var. Hiss elədin yoxsa yox? Ədviyyat qırmızı paprika deyək də. Bu da belə bir maraqlı dadı qatır. Acılıq verir biraz, yüngül. Bu arada yeməkləri qiymət verəsən, ona görə yaxşı dadmaq 5 bal üzərindən qiymət verəsən. Biz yeyənə qədər belə bir konserv panelimizdə gəldi. Mən kilkədən başlamaq istəyirəm. Marinə olunmuş kilkə, soyuq qayğanalıdır. Bunu dedilər evdə hazırlayırlar. Xüsusi dözdə. Normalda çaylar vururlar. Mixək, daha doğrusu mixək. Mən birinci dəfə görmüşəm balığı mixək deyil, bu mixəkdir. Və fərqli bir dad qatır. Çaya vururuq əsasən. Mən də balıqda birinci dəfə görmüşəm. Balıqda mən də birinci dəfə gördüm. Sonra başlayaq burada belə marinə edilmiş göbələk dadı. Məncə sərinlik deyil bu. Mənlik deyil. Məncə sərinlik deyil. Bu göbələyi çox sevmədiyinə görə məncə ola bilər. Üstəki göbələyi mən xoşlayıram. Bunu bəyəndim mən. Çünki qızarmış, bişmişdi. Mən də adətən göbələyi bişmiş sevirəm. Belə bu elə bir sanki biraz sifasondurmu, tam salat tərzidir. Ona görə ola bilsin. Amma mən yəni belə deyim də, ağız dadıma uyğun olmadığına görə yaxşıdır ümumiyyətlə götürürəm. Amma ağız dadıma uyğun deyil deyə. Mən də sevmədim, açığım, sənə razıyam. Baş versəm nə vaxtsa yəqin ki vermərəm də elə. Burada misal mən bunu məncə çox bəyənəcəyik. Konservə olunmuş farelli. Bu da qəşəngdir.
Farel də qəşəngdir, sümüyü falan dadı, ədbi. O soslu suyuna batıraq çörəyə. Mən yedim, çox qəşəng idi. Bir dənə çörəyə batırdım. Suda bir dənə qaldı bizim zalonumuz. Normalda publarda sülyotka ilə verilir. Kartoşka, sülyotka, yağ. Amma burada sülyotka yerinə zalon balığıdır. Buna da vurublar mixəy deyəsən. Nəsə ədviyyatı var, hə. Mən də hiss elədim. Bu arada bu da yenə soyuqdur. Amma soyuq olmağına baxmıyorum, mən zalomu bəyəndim. Mən də bəyəndim. Şişə ilə müqayisə edəndə bu daha yaxşıdır. Biraz yedik, biraz belə deyim, acıydıq. Özümüzə gəldik. Çox danışa bilmirdi, özümüzə gəldik. Adı Eltundur, 20 yaşım var. Neft Sənaye Universitetində Azizdə. Üçüncü qrup kompüterlə üzrə. Məsələn, planların, məqsədim var, həyatda, yaxud universitetdə oxumaqda, öz sahən üzrə. Əslində maraqlandığım sahə data analitikadır. İndi IT sahəsindən maraqlı olanlar daha yaxşı bilər. O üzrə hal-hazırda təcrübə keçirəm. Edinmamədən başladım öncəsin. Mən heç yeməmişəm. Birinci dəfə görəndə də diqqətimi o çəkdi. Lobiyaya oxşuyur. Lobiya da heç sevmirəm. Amma bəlkə lobiyaya qarşı olan fikirlərimi dəyişdirər deyə düşünürəm. İnanmıram biz. İnanmıram. Bir dənə sossuz baxın. Yəni lobiyadır da. Mən bunu heç çox başa düşməmişəm də niyə menyuya qoydular? Hətta bunu bəyənənlər var. Yəni mən mənasını dərk edə bilmirəm. Bu pivənin yanında axı bir dənə üzərinə vurulan duz var ki, o biraz pivə ilə içizdirir sən. Qeyri-adi bir dad hiss eləyə bilmirəm. Mən də istəyirəm. Yəni belə bir şey yemək istəyir ki, noxud yeyə bilərlər deyə. Noxud, eynən, noxud sifariş versə məncə daha məqsəd yönlü olar ki, nəinki bu edinmamədir. Mini qutabı bir dənə baxaq. Qəşəngdir. Xəmir yeməkləri sevirsən. Ha, əsas da xəncəl. Onu məncə bəyənirsən qutabda. Gürcü xəncəlinin bir mini versiyasıdır. Qızardılmış gürcü xəncəl. Gürcü, hə, qızardılmış. Sosa da baxanda qəşəng olar. Nə ikisini dadına baxaq, sonra bal verək. Nə ikisi də belə eləyək. Mən bəyəndim popcorn. Çox qəşəngdir. Qəşəng dəqiqdir. Birinci başlayaq krab çubuqlarından. Krab çubuqları maraqlıdır, amma yeni bir dad kimi gəlmədi sözünüzü. Ona görə qiymətim 4 olar. 4 məncə idealdır onun üçün. Mən də 4 verərəm. Yenə deyim, krabın dadını hiss eləmək olmur, amma belə fərqli zakuska kimi olar. Sparjaya verəcəyim bal bəs necə olar? Sparjaya 4.5 verərəm. Mən sparjı bəyənmirəm ümumiyyətlə. Ona görə 4 verirəm. Amma belə maraqlı təqdimat falan qəşəng idi. Dadı da bəyənmirəm. Yəni ümumiyyətlə sparjın dadını bəyənmirəm. Qutaba verəcəyim bal Məncə çox idealdır. Yəni qızartma, məsələn, xəncəl sevənlər üçün maraqlı olar. 4.5 verərəm ona da. Mən də qutaba verəcəyim bal 4.5 olar. Sonda toyuq popcorn, ona 5 bal verərəm. Mən öncədən deyim, o çox qəşəng idi. Yumşaq idi. Üstün panko suxarisi çox yaxşı idi. Çox yandırmamışlar, qaydasında bişirmişdilər. Dedim amma mən ümumiyyətlə bal vermək istəmirəm. Mən də vermək istəmirəm. Sevmirəm lobiya. Hə, yəni o məncə pub mətbəxinə aid olmayan bir zakuskadır. O düşü olan mətbəxdə versə daha maraqlı olar, nəinki pub mətbəxində. Amma bayaqları sevənləri var demişdi, həddən artıq edamame. Ola bilər. Mən sözün açıq dostlarımla oturmuşam və heç birimiz biz edamameni bəyənməmişik ümumiyyətlə. Hansı məkan olursa olsun bəyənməmişik. Dad olaraq yəni belə deyim də biraz bizə uzaq gəlir. Bir də əsas məsələ bastırma. Bastırma da qəşəng dəqiqdən. Sadəcə biraz nazik olmasaydı 5 verərdim. 4.5 verərdim. Mən də 4.5 verirəm. Biraz qalın olsa daha ideal olardı. Amma dadı superdir. Yəni bunu indi özlərinə danışaraq biraz qalın eləsələr möhtəşəm olur. Başlayaq hansından? Məncə balıqdan başlayaq. Ağsul, qarasol. Adı ilə çox maraqlı adı var. Ağsul, qarasol. Götürək onu. Çox sağ ol. Belə götürüm. Göstər belə kamerada belə balıqdır. Normalda çay farelləri bilirəm çox dadlı olur. Təbii belə deyim çay fareli, çayın özündən tutulmuş farel. Ölçüsü ondan biraz böyükdür. Çay fareli amma xırdadır, yox, xırda olur. Bu Çirkədən böyükdür. Hə, çirkədən biraz böyükdür. Çirkədən böyükdür, amma normal fareldən balacadır. Doğrudan çox qəşəngdir. Bu balıq sevənlər mütləq bunu yoxlasınlar. Sümük ağızda əriyir elə bir şey. Ağızda əriyir. Bir də onurğa sümüyünü çıxartsaq, yəni bu şəkildə göstərim. Daha yaxşı olar, amma digər tərəfləri yedir. Ağsol, qarasolu gəlsəz mütləq sifariş verin. Cənub zonasına aid bir yeməkdir, mətbəxinə aid bir yeməkdir. Mən bir dəfə deyirəm, amma çox bəyəndim. 5 bal üzərindən 5. Sən necə bal verirsən? Mən 4.5 verərəm. 4.5. Nəyini bəyənmədin? Yəni, məsələn bəyəndim. Öz balıq sevməliyik görə. Biraz balıq sevmədiyimə görə. Qızartma olsa belə, nə qədər qızartma olsa belə sevsəm belə yuxarı, lap yuxarı yox. Çox qəşəng. Qəşəng amma. Belə maraqlı salfetka qabları var. Bayaq elə bildim sumkadır, çantadır. Götürüb qalxırdım yuxarı. Bu da pivnoy salat.
Dad uyumluluğu doğrudan çox yaxşı, mükəmməl. Yuxarıda dad verir. Mən çox bəyəndim. Əlalı salat. Buna 5 verərəm. Mən 5 pul doğrudan qəşəngdir ha. Midyenin dadına bax. Götürsən başla birinci. Midye heç yeməmişəm. Birinci dəfə də yoxluysan. Birinci dəfə. Maraqlıdır. Həmişə qabağıma çıxıb. Prosta dediyim kimi qorxmuşam sınamaqdan. Amma qəşəngdir. Doğrudan yəni üzərinə vurulan soslar olsun, ədiyyatlar olsun, bu sosdur. Bağın dadı, midyenin dadı biraz da dad qatır. Midye verəcəyim bal neçə olar? Midye verəcəyim bal Mən 5 verərəm. mən də bəyəndim. Dolma olsaydı daha yaxşı olardı. 5 verərdim, o ilə 4.5 verərəm, amma həqiqətən yaxşıdır. Yəni midye olaraq super. Görünüş cəhətdən də çox qəşəngdir, iştah açır. Birinci dediyin Konserve fare. İkinci dediyin toyuq popcorn. Üçüncü dediyin limon salat. 3 dənə kifayət edir. olar. Əslində çoxdur seçə bilərik, amma 3 dənə favori. 5 verdiklərimiz də 5 bu. verir. Sən onda birinci yerə qoyursan konserve fare. Konserve fareli qoyaram. İkinci yerə elə qoyaram pivnon salatı. Üçüncü yerə toyuq popcorn qoyaram. Yəni toyuq popcornu hər yerdə tapa bilərsiniz. Amma konserve fareldir, məsələn, bu indi pivnon salatda onların məsələn special formada şef hazırlayır. Ancaq Oslo Pub restoranında tapa bilərsiniz. Ki zaten mən də həqiqətən görməmişəm digər restoranlarda. Mən 3 favori. Birinci yerə qoyuram pivnon salat. 5 plus verərəm. Həqiqətən çox dadlı idi. Mən elə bir salat yeməmişdim. Dadı möhtəşəm idi. İkinci yerdə toyuq popcorn, üçüncü yerdə konserv fareli qoyaram ki, digər çeşidləri də çox, yeməkləri də çox. Yəni sadəcə 3 favori yeməyimizi seçiriksə, mənim sıralamam belədir. Mən də 5 bal üzərindən 4.5 bal verirəm. Həqiqətən, yəni istirahət eləmək istəyirsə, yeməklərin dadından həzz almaq istəyirsə, mən açıq şəkildə məsləhət görə bilərəm. Həmçinin də ki, Nizat qardaşın hazırladığı qəlyan var idi. Qəlyan sevənlər də istəsə yaxınlaşıb qəlyan sifariş verə bilərlər. Məsləhət görərəm, adda Instagram adreslərini də qeyd eləyəcəm ki, siz də rahat şəkildə məkanı tapıb sifariş rezerv eləyə bilərsiniz. Zəng edib əlaqə saxlayıb ünvanı verə bilərsiniz. Google Map-də də balımızı verdik. Gəlin Google Map-də də rəyimizi yazaq və Google Map üzərindən balımızı verək. Səncə 5 verək yoxsa 4? Çünki burada ortalama 4 və 5-dir. 5 verək. Evet. Sən nə deyirsən? İzləyici hər zaman haqlıdır. Görə 5 verirəm. Buradan da öz rəyimizi yazırıq. Məkan interior baxımından çox möhtəşəmdir. Yeməklər çox dadlıdır. Şefin əl qabiliyyətini xüsusi vurğulamaq istəyirəm. Həqiqətən şef belə deyim, əli dəyən hər bir şey çox dadlı olmuşdu. Özlərinin məxsus yeməkləri həqiqətən də sözsüz dadlıdır. Tövsiyə edirəm. Şeklimizi əlavə eləyək. Bizə gələn hesab nə qədər oldu? Onu da sizə deyim. 210 manat oldu. 8 manat servis haqqı, toplam 226 manat. Deməli hesab 210 manat oldu. 8% servis haqqı 16 manat üzərinə gəldi. Toplam 226 manat 80 qəpik. Gördüyünüz bu gözəl təamlara verdiyimiz qiymət oldu. Belə mən şəxsən çox bəyəndim. Yəni hər şey yaxşı idi. Bəzi yeməklər bəyənmədik. O da ki sözün açığı düşünürəm ki, bizim ağız dadımıza uyğun olmadığına görə bəyənmədik. Daha yaşı çox insanlar araqla falan belə deyim içsələr məncə onlar bəyənirlər ki, bunlardan marinə olmuş çirkəylə marinə olmuş göbələk idi. Amma digər çeşidlər həqiqətən çox yaxşı idi. Bir dənə göbələyin biraz duzu çox idi. Yəni onun iradı zaten müdiriyyətə bildirdik ki, inşallah onu da yoluna qoyacaq, düzəldəcəklər. Bu qədər videonu izlədinizsə sizə təşəkkürlər və qeyd edeyim ki, videonu bəyənib, kanala abunə olub, rəy yazan və rəyə ən çox bəyəni yığan bir izləyicimizi növbəti bir məkana aparacağıq. Onunla da belə bir gözəl video çəkəcəyik. Düşünürəm ki, sizin xoşunuza gəldi. Qaçırtmayın. Qaçırtmayın, məncə də qaçırtmayın. Özünüzə yaxşı baxın, növbəti videolarda görüşənə dək hələlik, sağ olun.